Qadınlarla kişilər arasında fərq necədir? Yəni qadınlar mı daha tez nəticə əldə edir, yoxsa kişilər mi? Bir də məni narahat edən 40 yaşdan sonra belə olur da, narahat edən bir məsələ var. Qadınlar mı daha tez bədən olaraq qocalır, yoxsa kişilər? Belə deyim də, obyektiv bir cavab vermək üçün biz yenə də tibbə müraciət etməliyik və təxmini eyni qocalırlar. Ola bilsin ki, kişilər daha gec qocalmağa meyillidirlər. Ona görə ki, daha çox əzələ kütləsinin sahib olduğuna görə. Və yaşla gələn bir oynaq problemləri və s. onlar daha gec yaşaya bilirlər. Amma biz statistikaya qayıdanda görürük ki, yəni kişilərin arasında həyat dövrü daha qısadır. Qadınlar daha çox yaşayır. Çox faktorlar var. Bu suala cavab vermək üçün, yəni biz çox metrikaları nəzərə alıb dərin araşdırıb cavab verməliyik. Amma belə deyim, subyektiv olaraq mənim təcrübəmə görə adətən qadınlardır və izah edim nəyə görə. Bir, o qadın hamilə olduqca təbii ki, öz bədən resurslarını 2 qat istifadə edir. Təbii ki, qadınların bədəni ona uyğunlaşıb, amma yenə də bu bədəndir və xüsusi qədər resursu var. B, qadın hamilə olandan sonra təbii ki, mədəniyyətdən mədəniyyətə çox şey dəyişir, amma bizdə olanı, məsəl üçün mən görürəm ki, hamilə olandan sonra artıq bütün fikri ancaq uşaqda olur. Evladına həsr edir. Bəli. Və özünə daha az fikir verir. Demirəm ki, bütün ailələrdə belədir, amma məncə əksər ailələrdə həqiqətən belədir. Kişilər də bir müddətə çatandan sonra mən adətən zarafatla deyirəm ki, evləndən sonra artıq qarnı çıxır. Bu belədir amma. Bu zarafat acı həqiqətdir. Artıq sən yarışda deyilsən, heç kimi cəlb etməməlisən, nəticədə özünə baxmalısan. Mənə elə gəlir ki, Əli bəyin sözündə həqiqət var. Ümumiyyətlə Azərbaycanlılar dünyaya evlad gətirdikdən sonra bütün həyatlarını evlada həsr edir. Özlərini ikinci planda saxlayırlar. Bilmirəm indi bu nə qədər doğrudur. Mən həmişə deyirəm ki, yəni sən xoşbəxtsənsə, evladın da xoşbəxtdir. Yəni sən xoşbəxt deyilsənsə, evladın da xoşbəxt olmayacaq. Eyni şəkildə sağlamlığın haqqında da mental ya da fiziki.